İndiyənə kimi Quran oxuyanda dəfələrlə ay ilə bağlı fərqli ayələrlə rastlaşmışıq. Amma bir ayə var ki, bu ayədə ayın hərəkət istiqaməti bir budağa bənzədilir. İlk başda Yasin surəsi 38-ci ayəyə baxsaq, əsrlərlə də günəşin yerində sabit olduğu düşünülürdü. Biz günəşin bir xətt üzrə hərəkət etdiyini son əsrlərdə öyrəndiyimiz halda 14 əsr qabaq Quranda günəş də öz məcrasında axıb gedir deyə bir elmi möcüzəyə şahid oluruq. Bununla bağlı başqa bir videoda daha ətraflı bəhs etmişdik. İndi deməli Yasin surəsi 38-ci ayədə günəşin istiqaməti qüsursuz şəkildə göstəriləndən sonra 39-da isə mükəmməl bir bənzətmə ilə ayın kosmosda cızdığı xətt istiqaməti bizə təsvir olunur. Ay üçündə mənzillər təyin etdik. Nəhayət o, əyilmiş xurma budağı kimi olur. Ayəni oxuyan kimi birinci ilk başda ayın istiqamətini araşdırdıq. Qabağımıza çıxan əsasən ayın dünyanın ətrafında spiralvari qıvrım şəkildə fırlanması görüntüsü oldu. Ardınca ayədə keçən quru xurma budağının şəkillərinə baxdıq ki, ayədə niyə məhz ayın hərəkəti quru xurma budağına bənzədilir? Baxın, xurma ağacının budaqlarına baxanda fikir verdik ki, bu ağacın budaqları quruyanda tam da ayədə deyilən kimi ayın spiralvari qıvrım hərəkətinə oxşuyur. Hətta bu budağın bir ucundan tutub əlimizdə fırlatsaq, birbaşa ayın kosmosda hərəkət istiqamətini sanki bir növ əlimizdə görmüş olacaq. Yəni sadəcə bu iki ayədə həm günəşin bir istiqamət üzrə hərəkətdə olduğu, bununla belə günəş hərəkətdə olduğu halda ayın da onunla birgə quru xurma budağına bənzər şəkildə hərəkət etdiyi anladılır. İnsan buna necə heyrət etməyə bilər? Maraqlı tərəflərindən biri də odur ki, dünyadan belə izləsək, ay ilin bəzi aylarında özünü bizə göstərir və hər gün gündəlik bir istiqamətdə hərəkət edirmiş kimi çıxdığını görürük. Dünyadan izlədiyimiz bu ayın istiqamətinə belə diqqət etsək, qəribə bir şəkildə xurma ağacının formasına və ya budağına bənzəyir. Baxın, bir insan 1400 il qabaq astronomiya elminin bu qədər inkişaf etmədiyi, teleskopların olmadığı bir dövrdə bizim belə müasir teleskoplarla yeni kəşf elədiyimiz məlumatları bu qədər qüsursuz məcaz dilindən istifadə edərək ifadə eləməyi nə qədər mümkün ola bilərdi? İstər-istəməz ağıl və məntiqi yerində olan hər bir insan bunun bütün kainat idarəsində olan, onu yoxdan var edən Allahın elçisinə bildirməsi ilə ola biləcəyini anlayar.